Aziz yerişliler, sizin her birinizi salamlayıram. Bugün biz Milli Lider Heydər Əliyevin anadan olmasının 103. yıl dönümünü qeyd etmeye yığışmışıq. Həqiqətən də bugün Azərbaycan tarixində en şərəfli günlerden biridir. Məlumdur ki, her bir xalq dünyaya bəxş etdiyi dahilərlə, böyük şəxsiyyətlərlə tanınır. Azərbaycan xalqı da Heydər Əliyev boyda böyük bir şəxsiyyəti dünyaya bəxş edən bir xalqdır. Bu mənada xalqımız çox böyük bir xalqdır. Eyni zamanda xalqımız fəxr edə bilər ki, onun ümummilli lider Heydər Əliyev kimi böyük bir şəxsiyyəti var. Büyük bir ümmilli lideri var. Ümmilli liderin bütün hayatı Azerbaycan halkına, Azerbaycan devletine, vətəninə xidmət etməkdən keçib. Ümmilli lider 2 dəfə Azerbaycanda hakimiyyətə gəlir. 1969 ildə və 1993 ildə. Hər iki dəfə Heydər Əliyev hakimiyyətə gələn zaman sələflərindən doğru, düzgün bir düzene sahip bir hakimiyet təhvil almayıb. Biz Sovet hakimiyyəti dövrünə baxsaq, 70 illik mövcudluğu dövründə Azərbaycan xalqı en büyük, en yüksək rifah halını məhz Heydər Əliyevin hakimiyyəti illərində yaşayıb. 93-cü ildə də Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmaqla faktiki olarak Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Ümmilli liderin meşhur bir sözü var. Müstakilliği elde etmek ne kadar çetindirse onu koruyup saklamak, daimi etmek ondan da çetindir. Elbette ki bu büyük, şerefli bir misyanı özlerine götüren ümmilli liderimiz attığı cesaretli adımlarla Azerbaycan devletini mahvolmaktan xilas elədi ve onun inkişaf yolunu müəyyən elədi. Dövlət quruculuğuna həyata keçirdi. Azərbaycan konstitusiyasını qəbul elədi. Əsrin müqaviləsini imzaladı və beləliklə Azərbaycanın inkişaf yolunu müəyyən etdi. Biz bugün deyə bilərik ki, bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Heydər Əliyevin Azərbaycan xalq qarşısında en büyük xidmətlərindən biri də o oldu ki, özündən sonra onun siyasətini, onun bu koyduğu inkişaf yolunu uğurla devam ettiren bir lider de bizim için koydu. Məhz Heydər Əliyev ideyalarının uğurla hayata geçirilmesi neticesinde biz bugün işğala son koymuşuq. Ərazi bütövlüyümüzü ve suverenliğimizi təmin etmişik. Bugünkü ərazi bütövlüyü ve suverenliği tam təmin olunmuş Azərbaycan, möhtərəm prezidentimiz Cənab İlham Əliyevin əsəridir. Bugünkü Azerbaycan aynı zamanda Heydər Əliyev ideyalarının təntənəsidir. Biz buna göre bir ömür boyu bu siyasete, bu ideyalara sadık kalmalıyıq. Allah'tan ümmilli lider Heydər Əliyevə rəhmət diləyirik. Ümmilli liderimizin inanıram ki ruhu bugün şaddır. Azerbaycan'ın ərazi bütövlüyü ve suverenliği tam təmin olunub. Heydər Əliyev ideyaları öz təntənəsini yaşayıb və həmin ideyalar əsasında Azərbaycan uğurla irəliləyir, inkişaf edir.